Son 20 il ərzində iqtisadiyyatımıza 350 milyard dollardan çox investisiya qoyulub. Bunun da təqribən yarısı, yəni 170 milyard dolları xarici mənbələrdən gələn investisiyalardır. Bunu Prezident İlham Əliyev Azərbaycan-Latviya Biznes Forumunda bildirib. Dövlət başçısı vurğulayıb ki, bizim planımız 2032-ci ilə qədər 8 giqavatlıq günəş, külək və hidroenerji gücünə malik olmaqdır. Latviya Prezidenti Edgars Rinkeviç isə iki ölkə arasında birgə bir çox sahədə, o cümlədən müdafiə sənayesi sayəsində əməkdaşlığa diqqət çəkib. Biz artıq böyük oyuncuların ciddi marağına səbəb olmuşuq. Bizim planımız hansı ki təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır. 2032-ci ilə qədər 8 giqavatlıq günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu tamamilə realdır. Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpa olunan enerji ilə əvəz edəcək. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək. Bu qaza hər zaman ehtiyac olub, son bir neçə ildə ehtiyac artmışdır, son bir neçə ayda isə daha da artıq olub. Planımız istehsalı və mütləq şəkildə ixracı artırmaqdır. Bugün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16'dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq var. Biz görürük ki, müdafiə sənayesində texnologiyalar çox sürətlə inkişaf edir. Hazırda elə biz danışdığımız zaman süni zəka, fərqli həll variantları ixtira olunur. Bilirəm ki, burada Azərbaycanda çox yaxşı potensial var. Lakin mən həmçinin qeyd edə bilərəm ki, Latviyanın da çox sürətlə inkişaf edən müdafiə sənayesi var. Dronlar, dron əleyhinə sistemlər yalnız görünən hissədir. Bununla belə müdafiə sənayemiz müxtəlif layihələr üzərində işləyir və müdafiə sənayemiz həm Avropada, həm kənarda tərəfdaşları tapmaq və onlarla əlaqələri gücləndirməkdə maraqlıdır.